İtlərdə qulaq infeksiyaları. Otitis ekstern adlandırılan və çox sıx müşahidə etdiyimiz bir haldır və adətən tək bir səbəb deyil, bir neçə amilin birləşməsindən qaynaqlanır. Bu kimi infeksiyalar xüsusilə sağlam qulaqları olan cinslərdə geniş yayılıb. İtlərinizdə qulaq infeksiyasının 7 səbəbi var. Birincisi, qulağın nəmliyi və zəif havalandırılan qulaq quruluşu. Ən çox görülən səbəbdir. Sərt qulaqlı itlərdə qulağın içi havasızlaşır. Çimdicilmə və ətraf mühitdəki sularda oynadıqdan sonra qurudulmayan qulaqlarda bakteriya və göbələklər yaranır. Ən çox Cocker Spaniel, Toy Poodle, Golden Retriever, Labrador kimi cinslər risk altında qalır. 2. Göbələk və bakterial infeksiyalar. Nəmli mühitlərdə inkişaf edən göbələklər, məsələn, malasez, ən çox rast gəlinən səbəblərdən biridir. Pis qoxuya, qəhvəyə axıntıya, qızartıya və qaşınmaya səbəb olur. Bakteriyalar sarı, yaşıl axıntıya və ağrıya səbəb ola bilər. 3. Allergiya. Çox mühüm bir səbəbdir. Qida allergiyası və ya ətraf mühitə qarşı allergiya qulaq infeksiyalarını xroniki hala gətirə bilər. Təkrarlanan qulaq infeksiyalarının əksəriyyətində allergiya mövcuddur. Pəncələrin yalanması, qaşınma və dərinin qızartıları onu müşayiət edə bilər. 4. Qulaq gənələri. Xüsusilə balalarda şiddətli qaşınma və tünd rəngli axıntıya səbəb olur. Pişiklərdən itlərə keçə bilər. 5. Xarici cisim. Qulağa ot, toxum, qurd və ya zibil parçaları daxil ola bilər. Bu qulaqda qəfil baş titrəməsi və həssaslıq müşahidə olunur. 6. Tüklər. Pudel və Malta kimi cinslərdə qulağın içindəki tüklər hava axınına mane olur. Bu, nəm və infeksiya riskini artırır. 7. Travma və düzgün təmizləməyən qulaq. Qulağa pambıq çubuqla dərindən toxunma qıcıqlanmaya səbəb olur. Qıcıqlanma infeksiya dövrünü başladır. Diqqət edilməli olan əlamətlər. Qulağın daim qaşınması, başı silkələmək və ya əymək, pis qoxu və ya axıntı, qulaqda qızartı və ya ağrı və ya itin tarazlığının itirilməsi. Vacib qeyd əlavə etsəm, qulaq infeksiyası olan itlər hətta narahat, diqqətsiz və aqressiv ola bilir. Çünki şiddətli ağrılar onları bu hala gətirir. İtinizi çimizdirdikdən sonra həmişə qulaqlarının içini qurudun. Həftədə bir dəfə baytar məhlulu ilə nəzərdə olunan qulaq təmizləməsi edin. Allergiyadan şübhələnirsinizsə, qida seçiminizi yoxlayın və ya ətraf mühitə baş verən prosesləri qiymətləndirin. Çöldə suda oynadıqdan sonra itinizin qulaqlarını mütləq yoxlayın. Belə videoların davamını istəyirsinizsə, bəyənə bilərsiniz.